Salam hörmətli müəllimlər, bu videoda nəzəriyyələr qarşılıq sınaq 1-in, yəni 20 dənəlik sınağın izahını verəcəyik. Yəni bu sınaqda 20 sualdır. Gəlin başlayaq birinci sualdan. Birinci sualda yazıb ki, şagird mükəmməlçiliyə çalışır. Şagirdin düşüncə tərzi hansıdır deyir. Daim mükəmməl olmağa çalışan, birdən səhv eləyərəm, müəllimin gözündən düşərəm. Yəni bu cür yanaşmada olan açıq düşüncə idi, yoxsa qapalı düşüncə? Təbii ki, daim mükəmməl ol, məndə səhv olmasın deyə düşünənlər qapalı düşüncə tərzinə malik olanlardır. Düzgün cavab oldu D variantı. Sonra baxırıq ikinci suala. Hansı nəzəriyyəyə görə öyrənmənin növbəti mərhələsinə keçmək üçün, baxın burada qeyd olunub, körpü rolu, fasilitator, müvəqqəti dəstək, hətta baxın burada şərtində yazıb, ünsiyyətə əsaslanan, dilin rolu maksimaldır, müvəqqəti kömək, dəstək, yardım, scaffolding, bunların hər biri harda cəmləşmişdir? Təbii ki, Vygotsky'nin yaxın inkişaf zonası və yaxud da sosial inkişaf nəzəriyyəsi. Düzgün cavab oldu B variantı. Üçüncü suala baxırıq. Çoxnövlü intellekt nəzəriyyəsinə görə, indi burada yəni hökmlü sualdır. Biz tapmalıyıq ki, bu induksiyadır yoxsa deduksiyadır. Deyir ki, çoxnövlü intellekt nəzəriyyəsinə görə deyir, sözlərlə düşünürsə əgər bu uşaq, bu verbal lingvistikə aiddir. Sözlə düşünənlər verbala aiddir. Şagirdlərdən birinin şifahi və yazılındakı digərlərindən seçilir. Yəni verbaldır da belə baxanda, verbalda həm şifahi, həm yazılı, hər ikisi yaxşıdır. Burada baxın deməli sözünə fikir verməyin. Düşünərsiniz ki, deməli varsa bu induksiyada elə bir şey yoxdur. Onsa hər birinin sonu deməli ilə bitir. Deyir ki, nəticədə Gardner nəzəriyyəsinə görə şagirdlərdə verbal lingvistik intellekt tipi üstünlük təşkil edir. Qaydanı onsuz da baxın, ümumi qaydanı yuxarıda demişdim də. Qaydada dedi ki, sözlərlə kim düşünürsə o verbal lingvistikdir. Qayda yuxarıdadırsa. Sonra şagirdi mən ora nümunə gətirmişəm. Qaydanı deyib xırdaçılıq edirəm. Çoxlu nümunələr gətirirəmsə bu deduksiya idi. Deduksiyada harda olur? Piagetdə formal əməli. Düzgün cavab oldu E variantı. Dördüncü suala baxırıq. Müəllim mövzuları izah edərkən həm lövhədə çəkməyi, həm də nəql etmə bacarıqlarından istifadə etməyə çalışır. Həm baxın, burada Gardnerin intellekt tipini tapmalı. İzah edən həm lövhədə şəklini çəkir. Deməli, bu kimdirsə uşaqlar göz yaddaşı ilə öyrənənlərdir. Həmçinin də danışaraq nəql etmə bacarığından. Deməli, müəllim burada hansı iki intellekt tipini istifadə edir? Şəkillə öyrənirsə məkan vizualdır, danışmaqla, sözlə öyrənənlərdə verbal lingvistik aiddir. Düzgün cavabımız oldu C variantı. Məkan vizualla verbal lingvistik. 5-ci suala baxırıq. Uyğunluq pozulmuşdur. Yəni pedaqoqun adı ilə nəzəriyyə üst-üstə düşmür burada. Gardner çoxnövlü zəka nəzəriyyəsindən danışıb, bu doğrudur. Vygotsky yaxın inkişaf, sosial inkişaf hansı yazılsa yenə doğrudur. Piaget zehni inkişafı mərhələlərə bölüb, bu da doğrudur. Mənəvi inkişaf nəzəriyyəsini Skinner yazıb, yoxsa Kohlberg yazıb sizcə? Mənəvi inkişaf nəzəriyyəsini bəli, Kohlberg yazmışdı. Yəni yanlış cavab oldu deyil. Skinner operant şərtlənmədən danışmışdı. Karl Dweck düşüncə tərzi, bu da doğrudur. Yanlış olan cavabımız oldu D variantı. 6-cı suala baxırıq. Fidan tez-tez sinif qaydalarını pozduğu üçün müəllim şagirdə 6-cı, baxın, qaydaları pozub. Bu qaydaları pozubsa mən buna gücləndirmə verim, yoxsa cəza verim? Təbii ki, mən buna cəza verəcəm. Aha. İkinci tərəfi cəzadır. Bizə lazımdır bunun qarşı tərəfini tapmaq. Müəllim həmin şagirdi 6-cı gün məktəbə çağırır və müxtəlif tapşırıqlar yerinə yetirmək. Yəni əlavə iş verirəmsə, bu cəzanın negatividir yoxsa müsbətidir sizcə? Bu cəzanın bəli müsbətinə aiddir. 6-cı gün əlavə çağırmışam, əlavə tapşırıqlar vermişəmsə, cəzanın müsbəti. Cəzanın müsbəti hardadır? D variantıdır. Bu da operant şərtlənmə nəzəriyyəsinə aid sual idi. 7-yə baxırıq. Şagird kifayət qədər savadlı və dünya görüşlü şagirddir. Lakin, baxın birinci sualın sinonimidir bu da. Lakin gözdən düşməkdən qorxur və bu xüsusiyyət ona yeni bilikləri mənimsəməkdə ciddi mane deyir. Birdən səhv eləyərəm, müəllimin gözündən, sinifin gözündən düşərəm. Bu uşaq daim mükəmməl olmaq istəyir, səhv etmək istəmir, qorxur, səhv etməkdən narahat olurlar. Bu hansı düşüncə tərzinə malikdir sizcə? Bu qapalı düşüncə tərzinə malikdir. Düşüncə tərzindən də kim danışmışdı? Karl Dweck. Düzgün cavab oldu Y variantı. İndi bizdə şərtdə açıq da verə bilərlər, qapalıdır, fərqi yoxdur. Biz hansı nəzərə aid olduğunu tapmalıydıq, o da Karl Dweck düşüncə tərzinə aiddir, Y variantı. 8-ə baxırıq. Nöqtələrin yerinə uyğun gələn fikri yazmalıyıq. Deyir, bütün davranış xarici şərtlərdən asılı olaraq baş verir. Baxın, bu sualı ən rahat tapmağın yolu belə. Baxın, hara getdi sualın şərti? Baxın, davranış. Davranışdan,
Davranış xarici şərtlərdən asılı olaraq, cəzadan, mükafatdan asılı olaraq dəyişilir. Bu davranışdan danışan kim idi? Gəlin bəndlərə baxaq. Davranış nəzəriyyəsi hansı idi? Behaviorizm nəzəriyyəsi. Behaviorizm davranışla bağlı nəzəriyyədir. Düzgün cavab oldu D variantı. 9-a baxırıq. Şagird bu mərhələdə yalnız təcrübələrinə etibar etməyərək görün nə qədər dərindən düşünür. Atdığı addımlar barədə, nəticələri barədə düşünməyə başlayır. Yəni addımı atanda yüz ölçür, bir biçir. Deyir, bəlkə mən addımı ataram, bir də səhv eləyərəm. Ona görə dərindən düşünürəmsə. Mən yəni Piagetdə hansı mərhələyə aidəm? Təbii ki, formal əməli mərhələsinə aid olan uşaqlardır. Ən sonuncu mərhələ. 11-12 yaşdan yuxarı olan uşaqlar. Baxırıq 10-cu suala. Hansı fəaliyyət scaffoldingdir? Scaffoldingi gəlin yadımıza salıq. Scaffolding nə idi? Müvəqqəti dəstək, yardım, kömək, körpü, müəyyən körpü rolunu oynayıram. İndi gəlin müvəqqəti dəstəyi, köməyi tapaq burada. Müəllim tapşırığı şagirdin yerinə özüm eləyirəm. Mən şagirdin əlindən tapşırığı götürürəm, özüm eləyirəm. Bu scaffoldingdirmi? Təbii ki, deyil. A səhvdir. Şagirdin suallarına birbaşa cavab verirəm. Bir digər sinif yoldaşlarına yönəldə bilərdim, əlavə suallar verə bilərdim, amma mən burada birbaşa sualın cavabını özüm verirəm. Bu da scaffolding deyil. Bunu da çıxırıq. Hər hansı bir konsepsiyanı yalnız bir üsulla izah edir. Tutaq ki, müəllim hər hansı bir konsepsiyanı yalnız bir üsulla izah elədir, şagird başa düşmürsə, müəllim deyir ki, mən bunun bir dənə üsul var və salam başqa. Bəlkə bir üsulla uşaq başa düşməyəcək. Bu da scaffolding deyil. Şagirdin həll etmədiyi məsələni onun yerinə mən nəsə həll eləyirəmsə, bu da scaffolding deyil. Uşağın əlindən götürdüm, mən elədim. Bunun uşağa heç bir faydası yoxdur. Çətin mövzunu hissə-hissə, addım-addım izah edirəmsə, bu nədir? Bu scaffoldingdir. Müvəqqəti dəstək, kömək, yardımdır. Düzgün cavab oldu Y variantı. 11-ə baxırıq. Şagird mətni oxuyarkən gözünün qarşısında təsəvvür edir. Yəni şagird dərs danışır, gözünün qarşısında şəkil kimi təsəvvüründə canlandırır, elə danışır. Uşaqda hansı intellekt tipi yaxşı inkişaf eləyib? Məkan, vizual. Niyə? Çünki görüntü ilə, göz yaddaşı ilə öyrənir. Düzgün cavab oldu B variantı. 12-yə baxırıq. Hansı nəzəriyyəyə görə şagird xarakterin və intellektin dəyişilə bilən olduğu? Hansı nəzəriyyədə demişdik ki, xarakter və intellekt dəyişilə bilir? Yəni misal üçün mən qapalı doğulmuşamsa, həmişə qapalı qalmıram da. Müəllim deyir, düşüncə tərzi dəyişdirmək üçün beynin elastik, düzgün tərif və s. də Karl Dweck'də geniş danışmışdıq bu haqda. Xarakterin və intellektin dəyişilə bilən olduğu hansı nəzəriyyəyə aiddir? Düşüncə tərzi nəzəriyyəsinə aiddir. Burada intellekt yazmışam, baxın, şərtdə və variantda çox növlü zəka və yaxud da çox növlü intellekt A variantını götürmüsünüzsə, əgər bunu çaşdırmaq üçün qoymuşam. Çox növlü intellektdən, çox növlü zəkadan kim danışır desəydim, onda düzdür. Gardner çox növlü götürə bilərdi. Amma buradadır ki, xarakterin və intellektin dəyişilə bilən olduğunu Karl Dweck bu düşüncə tərzinə aid fikirdir. Sonra baxırıq 13-cü suala. Pərvin qardaşı ilə yola getmir. Əşyalarını bölüşmək istəmir. Hər şeyin, baxın, ona məxsus olduğunu, hər şey mənimdir. Hər şeyin mənə məxsus olduğu mənimdir. Ancaq özünü düşünür, öz fikirləri həmişə düzdür. Başqaların yanaşmanın fərqinə varmır. Mən nə deyirəmsə düz deyirəm. Bu kimidir? Ancaq mənəm deyən uşaqlar Piagetə görə. Bunlar ilkin əməliyə aid olanlardır. Egosentrik düşünmə, mən mərkəzçiliyi, hər biri ilkin əməliyə aid idi. Düzgün cavab oldu D variantı. 14-də yazır ki, uyğunluq pozulmuşdur, yəni səhvi tapın. Elmi muzeylərə getmək. Deyirdim ki, elmi muzey niyə gedərlər? Bir məntiqimizi işlədirik də, ora gedəndə bir tədqiqat işləri, bir eksperimentlər aparırıq. Elmi muzey hara aid idi? Elmi muzeylərə getmək məntiqi riyazi idi. Məntiqi. Bunu əgər yadımızdan çıxıbsa, yenidən qeyd götürə bilərik. Bunu dərsdə demişdik. Elmi muzeyə getmək məntiqi riyaziyə aiddir. İncəsənət muzeyinə getmək, baxın C variantında. İncəsənət muzeyinə getmək hara aiddir? Məkan düzdür. Bu düzdür. Amma bizdən yanlış olan soruşduğu üçün düzgün cavabımız A olacaq. Elmi muzeyə getmək hansı intellekt tipinə aid oldu? Məntiqi riyazi. İncəsənət muzeylərinə getmək hara aid oldu? Məkan vizual. Mühakimə yürütmək məntiqi riyazidir. Bu doğru qeyd olunur qarşısında. Refleksiya. Refleksiya demək ki, özüm zəif və güclü tərəflərimi tapıram. Xəyal qururam ki, misal üçün mən gələcəkdə həkim olacağam. Öz məqsədimi özüm qururam. Bu da fərd daxilidir. Dizayn, şəkil, eskiz. Bu da məkan vizuala aiddir. Yanlış cavabımız oldu A variantı. 15-ə baxırıq. Müəllim şagirdlərin qrup işində çətinlik çəkdiyini görsə də, onlara kömək etmir.
düşünür ki, şagirdlər özləri tapşırığı həll etməlidir. Baxın, bunu yəqin ki, səhv yazan müəllimlər varsa aramızda, 100% sualın şərtini axırını oxumamısınız. Uşağın köməyə ehtiyacı var. Müəllim də görür, amma kömək eləmir. Deyir, özünüz eləyin. Deyir, bu kimin nəzəriyyəsinə ziddir? Fikir versəz, şərtin sonluğu fərqli cür qurtarır. Kimin nəzəriyyəsinə zidd olar sizcə? Gəlin bir yerdə tapaq. Kim deyirdi ki, uşaqlara yaxınlaşmaq lazımdır, kömək, dəstək, yardım göstərmək lazımdır. Amma burada deyir ki, özün elə. Bəli, bu kimin nəzəriyyəsinə ziddir? Vygotskyinin sosial inkişaf və yaxud da yaxın inkişaf zonası. Düzgün cavabımız oldu B variantı. 16-ya baxırıq. Nərgiz müəllimə ədatlar və bağlayıcıları bir-birindən fərqləndirmək üçün nümunələr göstərir. Deməli, Nərgiz müəllimə müvəqqəti kömək edir. Nümunə göstərir. Daha sonra ayrılıqda 5 nümunə yazmaqlarını istəyir. Əvvəlcə dəstək verirəm, kömək göstərirəm, sonra tapşırığı verirəm. Bu kimin nəzəriyyəsinə uyğundur? Kömək, dəstək, yardım bu Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə uyğundur. Yəni scaffoldingli eləyirəm. 17-yə baxırıq. Mən gələcəkdə müəllim olmalıyam. Çünki şagirdlərə təhsil vermək mənim üçün çox dəyərlidir. Bu qədər dərindən düşünən kim olar sizcə? Gələcəyə düşünür, deyir mən müəllim olmalıyam, təhsil verməliyəm şagirdlərə. Təbii ki, bu qədər dərin düşünən kim olar? Formal əməliyyat. Düzgün cavab oldu Y variantı. 18-ə baxırıq. Ülkər dərs prosesində yoldaşlarına kömək etməkdə aktivlik göstərir. Bu zaman müəllim valideynə məlumat verib ona öz təşəkkürünü bildirir. Baxın, Ülkər yoldaşlarına kömək eləyirsə dərs prosesində bu yaxşı iş görür, yəni gücləndirir. Əslində bizdən onu soruşmurlar, sadəcə cümləni özümüz təhlil edirik. Bu gücləndirmədir. Və müəllim də həmin şagirdin valideyninə zəng edib öz təşəkkürünü bildirdi. Bu gücləndirmənin negatividir, yoxsa təşəkkür üstəgəldir? Təbii ki, təşəkkür etmək və əlavə xoş sözləri eşidirəm. Bu gücləndirmənin müsbətidir. İndi burada onu soruşmurdular, sadəcə hansı nəzəriyyəyə aid olduğunu soruşurdular. Bu gücləndirmə cəzalandırmadan danışan hansı nəzəriyyə idi? Bəli, operant şərtlənmə nəzəriyyəsi. Düzgün cavabımız oldu D variantı. 19-a baxırıq. Şagird dərs zamanı təbiətlə bağlı çəkəcəyi rəsmi çəkməmişdən əvvəl onun vacib elementlərini təsəvvüründə canlandırır. Xəyalımda canlandırıram, sonra şəkil çəkir, eskiz, cızma, qara eləyir. Bu hansı intellekt tipinə uyğundur? Təbii ki, məkan, vizual. Düzgün cavab oldu B variantı. Sonra 20-yə baxırıq. Şagird kifayət qədər bacarıqlıdır, lakin rəylərə açıq deyil. O rəylərə qulaq asmağı zəiflik kimi deyir. Özüm bilirəm niyə rəylərə qulaq asıram. Yəni kifayət qədər bacarıqlı, lakin rəylərə qulaq asmır, rəyləri qulaq ardına vurur, daim mükəmməl olmağa çalışır, səhv etməkdən qorxurlar. Kimisə gözündən düşməkdən narahat olanlar kimlər idi? Bəli, Karl Dweck'in düşüncə tərzinə malik olanlar qapalı düşüncə, yəni. Sadəcə cümləni təhlil edim ki, daha dəqiq tapaq. Düzgün cavab oldu Y variantı, Karl Dweck'in düşüncə tərzi. Ümid edirəm ki, bu sınağın izahı hər birimiz üçün faydalı oldu.